Famil bəy deyir ki, bu mənzil Xətai ərazisinin ən gözəl 4 otaqlı mənzillərindən biridir. Zövqlər müxtəlifdir, amma inanıram ki, izləyicilər mənlə razılaşacaq. Dəyərli izləyicilər, biz 4 otaq, 181 kvadrat metr Xətai metrosunun yanında lüks bir mənzildəyik. Gəlin layihəsi ilə yaxından baxaq və detallı şəkildə göstərəcəm. Vasif, necə qonaq otağı var? Həqiqətən çox möhtəşəm qonaq otağıdır. Amma daxil olan kimi mənim diqqətim olmasa daha çox çəkdi. Üzəri mərmərdir, rahat şəkildə 4 adam qaldıra bilər ya qaldıra bilməz, elə ağırlıqdadır. Baxın, qarşı hissəsində eyvanı var. Gördüyünüz mebellərdə yalnız bu ev üçün yığılıb, yəni başqa bir mənzildə görə bilmərsiniz. Divarlarda da eyni rəng tonundan istifadə olunub, luxury stildə də təmir var mənzilin. Gəl elə hol hissəsində görsədim, bura giriş qapısıdır. Girən kimi də divar içində belə bir dolablar yığılıb, divardan heç seçilmir. İçərisidə kətan işləmədir. Ona elə gələndə müştərilər özü yaxından şahid olacaq. Divar içi yığılmış dolablar çox möhtəşəmdir. Çox möhtəşəmdir, həm də göz yormur. Çox möhtəşəmdir. Bax, burada da belə bir divarın, qapının üzərində taxta işləmələrdən istifadə olunub. Burada mətbəxidir. Mən düşünürəm ki, biz bugünkü gün mətbəxdən yalnız yemək pişirmək üçün yox, elə günümüzün çox hissəsi də burada keçir. Daxilində də bütün elektronik avadanlıqları ilə təmin olunub, hamısı da Whirlpool markasıdır. Elə indicə soyuducunun yerini soruşacaqdım ki, hardadır, indi görsətdin onda. Zövqlü və eyvanda birbaşa baxır məktəbin həyətinə. Yəni qarşısında da bina tikilməyəcək. Geniş də eyvan hissəsi var. Mənzilin layihəsi də yelçəkəndir. Yəni bu o deməkdir ki, həm səhər gün çıxan və baxın hal-hazırda axşamüstü də belə deyək. Axşam işığı da evin içərisində dolur. Nə az, nə çox 2 hamam otağı, əlavə olaraq çamaşır otağı. Baxın, bura çamaşır otağıdır. 3 ədəddə yataq otaqları var. Mənim ən çox bəyəndiyim yataq otağını görsədim və səbəbini də sonunda sizə deyəcəm niyə ən çox. Baxın, belə bir sahəsi var. Qarşısında vitraj pəncərəsi, bütün mebellər var. 3 ədəd qri firmasına məxsus kondisioneri. Famil, məncə mənzil sahibi cavan ruhlu bir insandır. Onu otaqlardakı rəsm məsələlərindən də hiss eləmək olar. Bəli, dizayndan hiss olunur. Bəli. Daxilində də dolabları. 3 ədəd kondisioner dedim bayaqlarım. 5 ədəd kondisioner var. Burada ikinci yataq otağıdır. Ümumilikdə hamam otağını göstərmişdik biz. Xeyr, oranı göstərməmişik. Bax, daxilində də bütün aksesuarları Whirlpool'dur, İtalyan keramikasıdır və yataq otağının rənglərinə bax. Belə bir yataq otağı. Çox möhtəşəm dizayn olunub. İndi mənlə razılaşırsan ya yox? Famil, mən səndən razıyam. Həqiqətən möhtəşəm mənzildir. Ümid edirəm ki, izləyicilər də çox bəyənər. Dəyərli izləyicilər, həqiqətən çox gözəldir. Gəlib yaxından şahid ola bilərsiniz. Qiyməti 660 min manatdan 590 min manat enib. Biraz endirim nəzərdə tutulub. Digər məlumatlar üçün də zəng edə bilərsiniz.